İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Azərbaycanda da narahatlıqla qarşılanıb. Qlobal İnfoza danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Azərbaycanın da müəyyən bölgələrində zəlzələ riski var. Stat: Zaqatala, Balakən, Qax Azərbaycanın ən yüksək seismik aktiv bölgələridir. Şəki, Oğuz, İsmayıllı və ətraf ərazilərdə də zəlzələ riski var. Qərb bölgəsində də Gəncə, Şəmkir, Tovuzda müəyyən seismik aktivlik mövcuddur. Şirvan və Salyan ətrafı isə nisbətən orta riskli zonalardır. Bakıda və Abşeron yarımadasında seismik risk nisbətən aşağı olsa da sıfır deyil. Panikaya heç bir əsas olmasa da, yaxşı olar ki, hər kəs evində təcili vəziyyət planı hazırlasın. Hər hansı zəlzələ baş verərsə, bu plan üzrə hərəkət etsin. Hər ehtimala qarşı evdə təhlükəsiz yerləri müəyyənləşdirmək, məsələn, möhkəm stol altı, daşıyıcı divarlara yaxın yerləri təyin etmək lazımdır. Vətəndaşlara tövsiyə edirəm ki, hər ehtimala qarşı içində su, yemək, dərman, fənər olan fövqəladə vəziyyət çantası hazırlasınlar. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.